Payız-qış mövsümünün başlaması, havaların soyması qrip virusunu yenidən gündəmə gətirdi. Sürətlə yayılan virus ölkədə mövsümi vaksinasiyanın başlamasına təkan verdi. Bəs görəsən hazırda proses nə yerdədir? Yayılan qrip infeksiyasının daha yüngül keçməsi və yoluxmanın qarşısının alınması üçün peyvənd mütləqdir. Vaksinasiya prosesi isə artıq bir neçə gündür ki, davam edir. Payız-qış mövsümü ilə əlaqədar qrip xəstəliyinin profilaktikası üçün vaksinasiyanın start verilmişdir. Bununla əlaqədar müəssisəyə gələn əhali sayı artmışdır, vaksin olunanların sayı artmışdır. Vaksinin faydaları ondan ibarətdir ki, yəni vaksin olunmuş insan qrip xəstəliyinə ya yoluxmur, ya da bu xəstəliyi çox yüngül formada keçirdir. Vaksinasiya ölkə üzrə bütün poliklinikalarda aparılır. Uşaqların peyvənd olunması isə mütəmadi diqqətdə saxlanılmalıdır. Valideynlər də bu məsələyə həssas yanaşırlar. Çox araşdırmışam, analiz eləmişəm, axırı qərara gəlmişəm. Özümüz də uşaqlıqda peyvənd olmuşuqsa, yəni burada bir qorxulu bir şey yoxdur. Məncə də elə xəstəliklərdən ən yaxşı qorunmağın yolu peyvənd olunmaqdır. Mən bir valideyn olaraq uşaqlarıma peyvənd elətdirirəm. Çünki məktəbə, bağçaya gedirlər, cəmiyyət içində olurlar və ona görə də uşaqlarımın peyvəndini elətdirirəm. Həkimlər isə deyirlər ki, körpələrin peyvənd olunması mütləqdir. Bu, uşaqlarda müəyyən yaşadək mərhələli şəkildə həyata keçirilən bir prosesdir. Peyvənd balacaları müxtəlif xəstəliklərdən qoruyan yeganə üsuldur. Qrip peyvəndini əsasən 6 aydan yuxarı uşaqlara, xüsusən xroniki tənəffüs sistemi xəstəlikləri olan, eyni zamanda hamilə qadınlara 2-ci trimestrdən etibarən laktasiya dövründə olan analara da vurmaq olar. Qrip peyvəndi əgər uşaq 9 yaşına qədər heç qrip peyvəndi almayıbsa, bu zaman bir ay intervalla 2 doz vurulması məsləhətdir. Qrip peyvəndindən sonra uşaqda halsızlıq, yüngül hərarət, iynə yerində ağrı hissləri ola bilər. Bu şikayətlər 2-3 gündən sonra keçib gedir. Peyvəndin qoruyuculuğu 1 ildir. Vaksinasiya yalnız tibbi bir addım deyil, həm də sağlam gələcək üçün çox vacibdir. Çünki peyvənd olmaqla yalnız özünüzü deyil, ailənizi və cəmiyyəti də qoruyursunuz. Röya Salmanova, Sabir Şahvələdov, Telesəhər.